Biz Avropalılar kimi deyilik ki, ömrümüzün axırına kimi kiralarda yaşayaq və rahat olaq. Biz fikirləşirik ki, öləndə heç olmasa məni öz evindən aparsın. Nə fikirləşsən ümumiyyətlə, Bakıda evlər niyə bu qədər bahadır və səncə bu qiymətlər həqiqətən də real qiymətlərdir, yoxsa şişirdilmiş? İnsan öz evi ola-ola, maaşının 2000-3000 olduğunu nəzərə alaraq çalışır ipoteka alsın. İpoteka hər kəs üçün əl çatandır, yoxsa bu sadəcə bir formal seçimdir? 7000 ancaq ipoteka verməyə bilən adama halal olsun. Kreditlə uzun müddətli, deyək ki, 25 illik bir ev almaq, bu həqiqətən çıxış yoludur, yoxsa uzun müddətli bir tələdir səncə? 200 minə götürdüyün evə 400 min verdin. Bu 5 ilə. 5 ilə sən 400 mini 60-a böləndə nə qədər eləyir? Sən elə dinozavr zatsan, o boyda maaş var. 30 yaşa qədər bir insan nə qədər işləyib, nə qədər pul qazana bilər ki, gəlsin rahatlıqla ev alsın. Baxırsan ki, adam deyir, mənim bir otaqlı evim var, amma mənim 3 oğlum var. Mən bunları evləndirməliyəm, köçürməliyəm. Bu 3 oğul sənin problemindir, sənin öhdəliyindir, sənin qərarındır. Get Xırdalanda AFT-da al və ya Masazırda al və oradan da hər gün 4 saatı işə gəlib qayıtmağa xərclə. Salam dostlar, Bakı reallığına baxırsınız. Mən İdris Cəfərov sizləri salamlayıram. Bugünkü mövzumuz cahal desin. Nədir bugünkü mövzumuz? Bakıda daşınmaz əmlak. Ay sən. Yaralı yerimiz, biz gənclərin yaralı yerimiz, biz necə ev alaq, neyniyək bu qiymətlərlə? Ümumiyyətlə elə ilk ondan başlayaq ki, nə fikirləşsən ümumiyyətlə, Bakıda evlər niyə bu qədər bahadır və səncə bu qiymətlər həqiqətən də real qiymətlərdir, yoxsa şişirdilmiş? Bunun haqqında mən bir dənə belə sənə misal nümunə verim. Bu yaxınlarda başıma gəlmiş. Məsələn, bizim məhəlləmizdə bir adam var idi, evini satır, bildirir ki, məsələn, yox, mən bu 3 otaq evi satıram, 180 minə, soruşursan ki, axı bu heç olmasa, yəni 160 əslə başa gələr də. Deyir, yox da mənim qonşum var idi. Deyir, məndən də kiçik idi evin kvadratı. Amma mən onu satmışdı, məsələn, 180 minə. Həyət evidir, yoxsa bina evidir? Yox, bina evidir. Mən də ona baxdım, bəs fikirləşirəm ki... Xruşovka, yoxsa? Xruşovka idi. Məsələn, mən ona baxdım, fikirləşirəm ki, bu adam bunu bu qiymətə satıbdırsa, mən niyə o qiymətə satmayayım? Bunun özü, məncə elə tamam, bu harada satır o evi? Süni qiymət artımıdır. Harada satır o evi 180 minə? Nərimanovda. Nərimanovda 180 minə 3 otaqlı ev satılır, dostlar. Məsələ nədədir? Mənim Neftçilər metrosunun yanında 3 otaqlı evim var. O da elə Xruşov layihəsidir. Mən onu qoydum 180 minə. Gördüm 3 dənə müştəri çıxdı. 180 minə almağa hazır idi. Sonra başladım bazarı araşdırmağa ki, burada elə Gənclik metrosunun yanında 3 otaqlı, sadəcə elə biraz bu tərəfə daşınaraq, mən özüm də burada qalıram deyə bu tərəfə daşınaraq neçəyə ala bilərəm? Gördüm ki, 230 min, yəni 50 min fərqlə və təmirsiz evdir. Yəni qiymətlər uçub, amma bu tək Azərbaycanda baş verən tendensiya deyil idi. İnsanların keçmiş Sovet ölkələrində banklara etimadının aşağı olması, çünki bank sisteminin artıq son 30-40 il ərzində baxsaq, yəni insanların gördüyü müasir tarixdə uçması oldu da, Vahid Bank oldu, Rusiyada AO MMM oldu, Ukraynanın özündə dəfələrlə devalivasiya oldu. İndi bizdə şükür Allaha Qazaxstana, Ukraynaya və Rusiyaya baxanda üzən məzənnə olsa da məzənnə üzmür və müəyyən qədər nəzarətdə saxlanılır. Amma insanların banka olan etimalının aşağı olması, açıq biznes sahələrinin az olması ona gətirir ki, müəyyən dövrdən sonra əlində olan pulu saxlamaq üçün insanlar düşünürlər ki, daşınmaz əmlak alım. Yəni, digər bir tərəfdən, yəni daşınmaz əmlakı sonraki artımdan sonra satış üçün alanlar da var. Məsələ, sən, mən, Əli, Vəli ömründə bir dənə, 2 dənə, maksimum 3 dənə ev alır insan. Niyə? Çünki məsələ, bir otaqlı ata-baba evi olur, sonra onu satır, 1-2 otaqlı alır, sonra arvad alır, uşaq olur, arvad deyir, bəs 2 uşaq olanda burada darıskalı olacaq, 3 otaqlı ev alır və bununla da bunun mənzil algısı bitdi. Amma bugünkü gün adamlar var ki, katlavan qazılandan sonra gəlir 10 dənə, 15 dənə mərtəbə alan adamlar var, binanı tamamilə layihədə alan adamlar var, investor kimi iştirak edənlər var və investorların bura marağı nə ilə ibarətdir? Daşınmaz əmlakın qiymətinin sürətli şəkildə artımı. Çünki bunlar artıq daşınmaz əmlaka yaşamaq üçün bir yer kimi yox, investisiya kimi baxırlar. Və təbii ki, digər tərəfdən adam var ki, 2000 manat maaş alır, deyir, mən 300 minlik evi bir də nə vaxt alaram, oğlum da böyüyür,
Bunda da sonra evləndirməliyəm. Elə indidən ipoteka götürüm. Yəni insan öz evi ola-ola, maaşının 2000-3000 olduğunu nəzərə alaraq çalışır ipoteka alsın. Ona görə ipoteka fondunda pul çıxır və qısa bir müddətdən sonra əriyir. Nida yoxsa Mida? Mida. M'dir, birinci nədir? Mida'nın evləri hər dəfə qalmaqal olur. Çünki almaq istəyən adam satandan çoxdur və bizim genetip olaraq, yəni bir DNK olaraq biz Avropalılar kimi deyilik ki, ömrümüzün axırına kimi kiralarda yaşayaq və rahat olaq. Biz fikirləşirik ki, öləndə heç olmasa məni öz evindən aparsın. Yəni öləndən sonra ölməkdir, xırıldamaq nədir? Bir də bir məsələni deyim, Cəhal. Hazırda Seul, yəni Cənubi Koreyanın paytaxtında gənclər demotivasiya olubdur. Çünki Azərbaycanda əgər orta evin qiyməti 300 mindirsə, yeni tikililərdən söhbət gedir şəhərin normal yerində. Seulda 1 milyon, milyon yarım, yəni fantastik qiymət artımı olubdur. Qankongda, Yaponiyanın özündə, Yaponiya ərazi olaraq Rusiyanın 2%-ni təşkil edir. Amma əhalisi Rusiya əhalisi qədərdir. Və bu sıxlığı, bu adalardakı o kapsula otaqlarını nəzərə alaraq, təbii ki, New Yorkun özündə bugünkü gün qiymət neçəyə qalxıbdır. Lüksemburqda 1 kvadrat metr mənzilin qiyməti 15.000 avrodur. 15.000 avro 30.000 manat edir 1 kvadrat metr. Və orada bu yaxınlarda mən bir gənc qızla tanış oldum, hava limanında. Bir kofe içirdi, qız deyir, Lüksemburq dünyanın ən varlı ölkəsidir. Mən işləyirəm, mən bura vətəndaşıyam. Amma məni təəssüfləndirən odur ki, mən ömür boyu işləsəm belə mənim bu şəhərdə öz evim ola bilməz. Bu mümkünsüzdür. Təbii ki, qiymət artımı bütün dünya ölkələrində, iri megapolis şəhərlərdə buna gəlib çıxıb ki, gənclər demotivasiya olurlar. Bu qiymətləri yəni tənzimləyən bir qurum. Yox, bu azad bazardır da. Azad bazar, sadəcə bayaq o dediyim kimi də adamın gətirdiyi arqument məncə çox absurddur ki, deyir, məsələn, qonşum bu qiymətə satdı. Mən ondan niyə aşağı satdım? O müzakirə obyekti deyil də. Biz gəl rəqəmlərlə danışaq da. Bakı şəhərində bugünkü gün bina təkmək üçün olan yerin qiyməti nə qədərdir? 30 milyon manat. Ortalama qiymətlər budur. Sonra tikinti normativləri dəyişibdir. Məsələn, sənin o Nərimanovdakı qonşun fikirləşir ki, qoy adam gözləsin, bura söküntüyə gedəcək və buranın yerində tikiləndə ev, bina tikən şirkətin qanını içərək ondan bəlkə adam 300 min aldı. Çünki burada iki tərəf var. Artıq bina tikənlər də köhnə tikilini gəlib söküb, orada insanlarla problem yaşamaqdansa, ictimai qınaq olmaqdansa. Çünki baxırsan ki, adam deyir, mənim bir otaqlı evim var, amma mənim 3 oğlum var. Mən bunları evləndirməliyəm, köçürməliyəm. Bu 3 oğul sənin problemindir, sənin öhdəliyindir, sənin qərarındır. Mən bina tikən olaraq mənim problemim deyil. Və şəhər salma normativləri də son dövrdə dəyişdi. Bugünkü gün Bakı şəhərinin içində 12 mərtəbədən artıq tikmək olmaz. Mənzil sayına uyğun olaraq parking yeri də hesablanmalıdır və həyatyanı sahə də olmalıdır. Bunu nəzərə alaraq Bakı şəhərində tikintinin əgər mayası, yəni o yer olaraq tikinti mayası 600 manatla 800 manat arasında başa gəlib çıxırsa, söküntü, yerin bahalığı, kommunikasiyaların qoşulması və digər xərcləri nəzərə alaraq bu dəqiqə Ağşəhərdə Katlavandan 1 kvadrat metr 5500 manatdır. Yəni dövlət buna nəzarət edə bilər. Necə? Təbii ki, nisbətən ucuz yerlər də var da. Get Xırdalanda AF-da al və ya Masazırda al və oradan da hər gün 4 saatı işə gəlib qayıtmağa xərclə. Bəs yaxşı, onda gənclər üçün bu hazırki dövrdə, hazırki vəziyyətdə onda belə çıxmasın, ev almaq artıq bir utopiyaya dönüşüb deyə bilərik. Məsələn, 30 yaşa qədər bir insan nə qədər işləyib, nə qədər pul qazana bilər ki, gəlsin rahatlıqla ev alsın. Orta statistik bir Azərbaycandan götürək də. İndi məsələn, biznes qrup uğurlu olan, bunlar əhalinin cəmi neçə faizini təşkil edir? 5%, 10%. Amma normal olaraq, məsələn, ailə köməyi olmadan səncə bir gənc necə eləsin ev alsın? Təbii ki, çətindir. Təbii ki, çətindir və tək evlər yox, torpaq da qalxıbdır və yenə deyirəm ki, investisiya mühitində krizis olanda insanlar çalışır ki, öz aktivlərini saxlasın. Əvvəlki o yaşlı xanımlar qızıl alırdılar, 583 qırmızı qızıl, hansını ki sonra oğlunun elçiliyinə də apara bilmirdilər. Çünki indi qızlar İtalyan qızıl istəyirlər
və müdrik insanlar torpaq alırdılar, ev alırdılar və bunlar da Azərbaycanın bitcoin oldu da torpaq. Yəni torpaq alanlar vaxtıkən qəfil birdən-birə varlandı və bu nümunə də ona gətirdi ki, bəli, pulun varsa torpağa qoymaq lazımdır. Pulu olanlar da, təbii ki, Azərbaycanda pulu olanlar da var və yaxşı pulu olanlar var. Onlar əmlaka qoyurlar. Amma onu qeyd edim ki, kiraya vermək biznesi də artıq biznes olaraq sıfırdır. Elə onu deyəcəydim ki, ev almaq səncə hələ də yəni məntiqli investisiya sayılırmı? Məsələn, kirayə üçün ev alırlar. Məncə obyekt ondan Onu deyəcəydim ki, alternativ sahələrlə bir dənə müqayisə eləyək ki, məsələn, alternativ hansı sahəyə məsələn pul yatırılsa, məsələn bir çox insan belə deyim də danışdıranda deyirlər ki, pasiv gəlirin ən yaxşı yolu elə real estate-ə, yəni bu da elə daşınmaz əmlaka qoyulan investisiyadır ki, bir dəfə alırsan, pulu ödəyirsən, sonra onu uzun müddət mən razı deyiləm. Məsələn, adam alır elə indiki məsələn normal Novostroyka qiyməti, yeni tikili qiyməti ki, 300 minə ev alır və bunu verir kirayəsi deyək ki, aylıq 700-800 manata. Bu nə bilim neçə ilə görəsən bu pulu çıxaracaq. Əslində kiralıq bazarında belə bir rəqəm var ki, əgər 18 ilə sənin pulun çıxırsa, bu normal sayılır. Əgər 18 ildən yuxarıdırsa, bu artıq yaxşı göstərici deyil və bu mənzilin sərmayə olaraq likvidliyi çox aşağıdır. İndi məsələnin bir tərəfi var ki, Bakı ətrafı insanlar 2 sot yarımda tikilmə evlərə daha çox qaçmağa başlayıblar. Sənin qonşuluğa qayıdırıq ki, 180 minə 3 otaqlı ev satır, amma 150 minə Ramanıda 120 kvadrat həyət evi, kubçalı ev almağa daha meyil olur. Getdi zığdan, İndi adam nə edir? Məsələ, oğlunu köçürməlidir, 180 mini var və bu 3 otaqda binada sıxılıb yaşayacaqlar. Ona görə götürür, gedir 5 otaqlı Ramanıda, eyni ssenaridə. Nə bilim, haradasa bu Bakı kəndləri, zığ olsun. Bir dənə də maşın aldı. Nə bilim, hansısa Binəqədinin çıxacaqları olsun, Saray postundan sağı olsun, Sulu Təpə olsun. Orada alır 3 sot torpaq, çünki torpaq da artıq qatıb, 4 sot torpaq və orada başlayır həyət evi tikməyə. Çünki istənilən halda hələ də həyət evi inşa etmək daha ucuz gəlir və ora hardasa sıxlaşır və bir evdə başlayırlar yaşamağa. Qaynana, gəlin, ata, təzə bəy, bir-birlərinə can deyirlər, can eşidirlər, sonra hərəsi biraz əziyyət çəkir və boşanırlar. Yəni bu da bir vəziyyətdən çıxış yoludur. Amma mənim fikrimcə hazırda gələn krizis, yəni gördüyümüz bu İran, İsrail, Amerika müharibəsi, dolların ucuzlaşması və bir çox valutaların içində dolların olması, bütün məhsulların tərkibində dolların olması ona gətirib çıxardacaq ki, 2008-dəki kimi əmlak bazarı bu dəqiqə şişirdilibdir və bu hardasa mən qiymətlərin düşməsini gözləyirəm. Bir çox mütəxəssislər mənimlə razılaşmır, amma mən bunu hiss edirəm. Məsələn, əgər sənin 10 dolların varsa və 10 dənə alma varsa, bir almanın qiyməti nə qədərdir? 1 dollardır. Amma əgər mən Amerika çap maşınını xoda salıram və 20 dollar çap elədimsə və mənim 20 dollarım varsa, alma artıq 2 dollardır. Amerika 2008 ilə 2016-cı il ərzində sırf bu 8 il çərçivəsində dünyada olan dollar miqyasını 2 dəfə artırdı. Çap maşınını xoda saldı. Yəni 2008-ci ilin krizisindən çıxmaq üçün Amerika Nobel mükafatı qazanacaq bir düstur fikirləşmədi. Sadəcə çap maşınını xoda saldı və 2 dəfə dollarların sayı artdı. Nə baş verdi? İnflyasiya. Bu pul haradaydı? Amerika elə bil əsassız pullarla özünün maddi vəziyyətini düzəltdi. Pandemiya oldu. Təbii ki, iqtisadi bu çətinliyi hər kəs, bütün ölkələr hiss etdi. Amerika neynədi? Bir dəfə deyəsən 1,2 trilyon, növbəti dəfə 1,3 trilyon pul çap elədi və əhalisinə payladı. Amerika vətəndaşları neynədi? Çünki Amerika vətəndaşının evi var, maşını var, kreditdədir, sığortası var, işi var. Bu götürdü bu pulların böyük əksəriyyətini, 60%-ə yaxın pulunu qoydular Amerika fond birjasına və kriptoya. Bunun nəticəsində nə oldu? Aksiyalar qalxdı. Amerikanın əvraq bazarı da dəyərə mindi. Təbii ki, bu çap maşınının xoda düşməsi nəticəsində Amerikaya resurs satan ölkələr, Amerikaya xidmət satan ölkələr, Amerikaya hər şey satan Çin falan, bunlar yəni itirir, Amerika qazanır. Ona görə hazırda da növbəti krizis dönəmini gəlirik. Bu təbiidir. Bu dünyada baş verən bir prosesdir. Neft qiymətlərinin artımı ona gətirib çıxardacaq ki, bu müharibələr və logistik
xəttlərin pozulması nəticəsində ona gətirib çıxardacaq ki, dünyada hər şeyin qiyməti qalxacaq. Yəni adi qələmdən tutmuş dama vurulan ruberoidə qədər hər şeyin tərkibində neft var. Onları qida məhsullarını marketə çatdıran avtomobillərin dizeli neftdir. Və hətta Kuba kimi həssas ölkələr ümumiyyətlə məhv olacaqlar və Amerika artıq Kubanı udub qalıb həzm eləmək. Niyə? Çünki Kuba nefti alırdı Venezueladan. Kuba geridə qalmış bir ölkədir. Onlar kommunizm yolunu seçərək inkişafdan vaz keçiblər və onların nə atom elektrostansiyası, nə su elektrostansiyası yoxdur. Onların loru dillə izah eləsək ancaq generatoru var. Hansına ki nefti tökürlər, bu generator işıq verir və Kuba bugünkü gün qaranlığa düşübdür. Kubada soyuducular işləmir, Kubada televiziya işləmir, heç nədə insanlar elə bil daş dövrünə düşüblər. Təcrid olub. Niyə? Çünki neft yoxdur. Neft yoxdursa işıq yoxdur. İşıq yoxdursa da nələr yoxdursa özünüz yaxşı bilirsiniz. Ukraynada eyniliklə bu problem var. Neftdən bərabər qaz da bahalanır. Avropanın qazı yoxdur. Qışlar sərtləşir çünki iqlim dəyişikliyi var. Və iqlim dəyişikliyinin nəticəsində yaylar daha isti keçir, qışlar daha soyuq keçir. Soyuq qışdan çıxmaq üçün sənə isti lazımdır. İstinin də qiyməti qalxır. Qalxanda insan nə edir? Kommunala daha çox pul ödəyir və artıq digər bəndləri azaldır. Ona görə bu haldakı Azərbaycanda çoxlu sayda insanlar var. Hətta reyestrə baxsaq, yəqin görərik ki, minlərlə insanlar var ki, 50 dənə, 60 dənə, 70 dənə evi var. Yenə deyirəm, bu vəzifədən çıxarılan, həbs olunan icra başçılarının siyasətine da baxanda görürük ki, orada bir adamın və bir nəslin yaşayacağı qədər evlər deyil. Küllü miqdarda evlər var və onlar bu evləri blokluyurlar. 500 minlik evi insan 800 manata kiraya verə bilirsə, onun heyfi gəlir o evi kiraya verməyə. Neyin yiyir? Ağzını bağlayır. Rusların itlə bağlı bir misal var. Deyir, it samanın üstündə oturubdur, nə özü yiyir, nə başqalarına verir. Nəticədə nə? Tələbat var, Bakıda iş var, hamı Bakıda yaşamaq istəyir, amma kvadrat metrlərin qiyməti artıbdır. Burada digər bir məsələ də var, yəni əmlak mövzusu o qədər maraqlıdır ki, mən bina tikirəm. Mən katlavanı qazanda sənə vermişəm kvadrat metrini 2500 manata. 2500 manata verdim. Mən 6 aydan, 8 aydan sonra artıq suni şəkildə satdım, satmadım. Sənə virtual xeyir göstərmək üçün eləməliyəm kvadratı 3000 manat. Sonra 3500 manat, sonra 4000 manat ki, sən sabah mənim yeni layihəmdə katlavandan yenə gətirib mənə pul verəsən. Bu rəqəmi sənə göstərməliyəm deyə mən bu yola artıq suni şəkildə, bazar özünü tarazlamır da, adətən bazarda alıcı-satıcı münasibətləri tarazlayır qiyməti. Burada spekulativ münasibətlər olduğuna görə bazar özü də şişir. Burada başqa bir problem də var. İnsan alır 100 kvadrat ev, çıxarış alanda gəlir 80 kvadrat. Bugünkü gün Almaniyadan ağıllı, nə bilim, haqdan, ədalətdən danışan Akord Şirkətlər qrupunun rəhbəri İlqar 3 dənə bina tikibdir. Biri Akord Gənclər Şəhərciyi Xırdalanda, biri Nərimanovda keçmiş BT-nin arxasındakı bina, biri də Razində hamının tanıdığı Akord binaları. Bu binalarda yaşayan insanlardan çox xahiş edirəm. Kommentlərdə yazın, insanlar bilsinlər. Neçə kvadratın pulunu vermişsiniz və çıxarışda neçə kvadrat almışsınız? Mənim dostumun orada 109 kvadrat evi var idi. Çıxarış alanda 81 kvadrat alıb. Niyə? Çünki haqdan, ədalətdən danışan İlqar dələduzun yekəsidir. Və əgər ona hərdasa da atıblarsa da elə yaxşı olunubdur, çünki atanı atarlar. Yəni, məsələ buradadır da, çünki adam baxır ki, sən niyə danışırsan, sən nədən danışırsan? Yəni, padrat işlər görüb, yol çəkib, deyir, mən təklif elədim o zaman kanalizasiyalar çəkməyə, mənə qulaq asmadılar. Sən kimsən, sənin vəzifən yox, bir şey yox. Sən münasibətlərə görə tenderlarda iştirak edən dələduz bir şirkətin rəhbəri olmusan və nə qədər adi Azərbaycan sakinlərinə pul atmısan, dediyim bu kvadratlarda. Mən özüm yeni tikili bir ev aldım, deməli, tikinti vaxtı ödənişini eləyəndə müqavilədə 75,7 kvadrat metrə idi, çıxarışda 71,8 çıxdı və mən dostlarıma bunu deyəndə dedilər, sən hələ yaxşısan, məndə 10 kvadrat yiyiblər, məndə nə bilim 15 kvadrat yiyiblər, amma mənim Ukraynada da evim var. Son 2 rəqəmi 8,6 kvadrat idisə,
mən çıxarışı alanda 8,6 kvadrat, necə deyərlər, qılaqıl hesablanmış kvadratla aldım. Bilmirəm, mənim tikinti şirkətim bu cür dəqiq idi, yoxsa Ukrayna qanunvericiliyi müstəvisində bu bir cinayətdir. Çünki mənim fikrimcə, əgər mən səndən bu suya görə, yəni burada 150 qram suya görə pul alıramsa, bunun içində 120 qram varsa, bu artıq dələduzluqdur. Bayaq dediyimiz mövzu var idi ki, yəni bu dövrdə artıq gənclərin ev alması çətinləşib. Normal olaraq ona görə də çox adam üst tutur ipoteka ilə, kreditlə ev almağa. Ümumiyyətlə nə düşünürsən? İpoteka hər kəs üçün əlçatandır, yoxsa bu sadəcə bir formal seçimdir və kreditlə uzun müddətli, deyək ki, 25 illik bir ev almaq bu həqiqətən çıxış yoludur, yoxsa uzun müddətli bir tələdir səncə? Ümumiyyətlə bu kapitalistlərin, qlobalistlərin bir tələsidir. Yəni təbii ki, əgər sən evi nəqd ala bilirsənsə, ipotekaya üst tutmaq o qədər də yaxşı bir məsələ deyil. Amma videomuzun əvvəlində mən dedim, Amerika 2008-dən 16 arası pul çap elədi, pandemiyada trilyonlarla pul çap elədi, payladı. Bu ona gətirdi ki, dünyanın ən güclü valutasından biri dollar belə inflyasiyaya uğradı. Dolların bu aralar bir ili yüksək inflyasiyası oldu, 9%. 9% inflyasiya dollar uğrayırsa, əgər sənə manatla dövlət qulluqçusu kimi 4%-a və ya 8%-a ipoteka verilirsə, manatla. Bu çox gözəldir. Rusiyada ipoteka faizi 47%-dir. Yəni Rusiyada bu yaxınlarda bir jurnalist Yuri Duc var. Onun 83 kvadratı deyəsən Yujni Butovo ərazisində evini müsadirə eləyirlər, nəsə həbs qoyublar. Onu dövlət dəyərləndirib 26 milyon rublə. 520 min manata. 83 kvadrat evi Moskvada, yəni tam mərkəzdə belə prestijli bir yerdə olmayan bir evi. Bu niyə? Çünki ipotekaların çoxluğu və ipoteka almağa hazır olan insanların sayı da əmlak qiymətini qaldırır. Buna görə Bakıda ən əsası 200-250 min manat aralığında olan evlər daha tez satılır. Daha çox tələbat var, çünki onlar ipotekaya uyğundur. Bəs bank faizləri səncə kredit üçün Yox, kredit ara, sən ipoteka əgər sən dövlət qulluğunda işləyirsənsə, əgər sən hərbiçisənsə, dövlətin sənə qayğısı varsa və sən bu 4%-lıqdan yararlana bilərsənsə, bu jackpotdur. Amma sən bu dəqiqə get banka, bank özü al sonra ev al. Yox, bank özü nə edir? Bank özü səndən bu dəqiqə 11-12%-a pul istəyir. Niyə? Çünki Azərbaycanda zəmanət var. 100 min manata qədər pullar dövlət tərəfindən sığortalanır. Və bu 100 min manata qədər sığortalanan məbləği əgər bank səndən 11,5%-ə götürürsə, deməli bu dəli deyil ki, daha böyük karla harasa sərmayə qoymalıdır. Və bu sərmayə də bank nə satır? Qarpız satmır ki, pul satır. Bu artıq 11,5%-la götürdüyü pulu istəyir 18%-a, 20%-a, 22%-a versin. Sən də 20%-a götürsən, elə 5 ilə götürsən, 200 minlik evə elə bil, hələ azalan faiz olmasa da, 200 minə götürdüyün evə 400 min verdin. Bu 5 ilə. 5 ilə sən 400 mini 60-a böləndə nə qədər eləyir? Sən elə dinozavr zatsan, o boyda maaş var. 400 mini 60-a bölək, aya hardasa 7 minə yaxın pul eləyir. 7 min ancaq ipoteka verməyə bilən adama halal olsun. Yəni, belə maaşlar yoxdur da. Yəni, belə qazanc yoxdur. Ola belə indi Sədərəkdə hansısa şərq şirniyyatında qab-qaşıq satan adam bu pulu qazansın, qaz vurub qazan doldursun, sağlığına qismət əziyyət çəkir. Amma real sən ipoteka və ya kredit götürəndə rəqəm göstərməlisən ki, mənim rəsmi qazancım budur. Bayaq dedin ki, məsələn, yeni tikili bir ev almısan. Bəs keyfiyyət cəhətdən səncə yeni tikililər köhnə tikililərin yerini verirmi? Əslində köhnə tikililər də sadəcə normativlər olub da. Məsələn, Stalin dövründə Stalinka deyilən binalar var. Sonra Azərbaycanda Xruşşovka var, Leningrad layihəsi var, Kiyev layihəsi var. Onların normativləri var idi. Məsələn, Xruşşovun dövründə yenə mənzil problemi var idi. İnsanları zavodlara, fabriklərə, işlərə cəlb eləmək üçün sıralama ilə ev verilmə layihəsi hazırlandı və Xruşşovkalar niyə 5 mərtəbə oldu? Çünki 5 mərtəbəyə normativlə lift lazım deyil. Lift evi bahalaşdırır. Üstəlik, hündürlük
2 metr 55 sant olduğuna görə çox kompakt, çox tez tikilən bir mənzillər idi və bunların mayası çox ucuz gəlirdi. Və o dövrdə, Xruşçov dövründə bu evlər tikiləndə nəzərdə tutulmuşdu ki, 30-40 illik mənzillər tikilir. Bugünkü gün bu evlərin 50-60 yaşı var və hələ də salamatdır və hardasa qonşuları nisbətən az eşidirik. Mən məsələ arada bu yeni tikilidə ola bilər ki, eşidərsən ki, qonşu nəsə söhbət edir. Belə yoldaşınla. Və onu hara qoymusan? Belə Azərbaycan sayağı itlə pişik kimi bir ər-arvad söhbəti gedir ki, o şeyi bura qoymuşdum, o hardadır? Elə bilirəm mən istəyirəm deyim mənlənsiz, qardaş. Və ya rozetkadan adapteri çıxardır da səhərə qədər. Şok görəndə elə bilirəm ki, diş həkimidir, siniri çıxardır. Şok o hara gedir. Yəni təbii ki, keyfiyyət o deyil, amma nəzərə də alın ki, yeni tikililərin 3 klası var. Ekonom klas, komfort klas və biznes klas. Bizdə komfort klas kimi tikilən binaların böyük əksəriyyəti ekonom klasdır. Çünki əgər bir mərtəbədə 6 dənə mənzil varsa, bu artıq komfort deyil və biznes deyil. Məsələn, Ukraynada mənim evim komfort klas bir yaşayış kompleksindədir. Bizim həyətin ərazisi 11 hektar ərazini əhatə edir. Həyətdə itlər üçün bağça var. Yəni sən gəzməyə gəlsən, iti o bağçaya qoyursan, gedirsən. Həyətdə barbekü zonası var. Həyətdə Wi-Fi zonası var. Qamaklar, pufkilər qoyublar ki, sən oturub Wi-Fi-dan yararlanasan. Həyətdə, nə bilim, məktəb var. Həyətdə adam balası üçün bağça var və bu komfort zona ola bilər. Həyətdə məndə mühafizə var, konsiyerj var. Ümumiyyətlə ərazi bağlıdır. Digər insanlar qıraqdan zənglə düşə bilirlər. Və bu komfortu verərək bu mənə yaşayış kompleksi birincisi kvadraturaları dəqiq veribdir. Mənim Bakıdan qonaqlarım gələndə deyirdi, nə qəşəngdir, niyə biz də beləsini tikmirlər? Amma onu deyim ki, o Ukraynada bu kompleksi yaradıb tikənlərdən biri də elə Azərbaycanlılardır. Yəni Azərbaycanlıların da orada möhtəşəm layihələri var, hansılar ki, daha inovativ, daha fərqlidir. Çünki bazarın öz tələbləri, istəkləri və standartları var. Son olaraq fikri bölmək istəyirəm. Yəni əslində bayaq vurğuladın, amma daha da biraz açarıq, daha da biraz arqumentə əsaslandıraq ki, gələcək perspektivdə nə düşünürsən? Evlər səncə bağlaşacaq, yoxsa daha da qiymətdə düşüş görəcəyik? Faydalı kvadrat metr anlayışı var. Bina tikən adam bir adama satmaq üçün təbii ki, rahatdır ki, bir mərtəbədə 200 kvadratlıq, 250 kvadratlıq, 170 kvadratlıq evlər tiksin. Amma layihəyə baxırsan ki, məsələn, evə girdin, hol 26 kvadrat. Nə bilim, gəldin qonaq otağına, qonaq otağı 60 kvadrat. Bunu niyə eləyirlər? Birincisi ona görə ki, torpaq bahadır, tikinti yeri. Bunlar enli, yoğun, yöndəmsiz layihə edirlər və burada pəncərə çatışmazlığı var. Pəncərə çatışmazlığı olduğuna görə daha böyük kvadratı sənə satmaq ehtiyacındadır. Məsələn, burada mənim çox xoşuma gələn Melisanın bir dənə layihəsi var idi. İnqilab Azadlıq küçəsində olan bu Melisa layihəsi bir dənə binadır. 27 kvadratlıq evlər var idi. İnvestisiya üçün fantastika idi. Çünki yanında tibb universiteti var. Rahat 500 manata gələcəyin həkimlərinə onu kiraya verə bilərsən. İkincisi, otel konsepti. Airbnb ilə kiraya verə bilərsən sutkalıq. Çünki bu da ayrıca bir biznesdir. Şəhərin mərkəzindəki evlər turistlər gələrkən Airbnb ilə də verilir və bu hardasa bəlkə biznes rəqəmlərini düzəldə bilir. Amma burada da gərək sənin ən azı 3 dənə evin olsun ki, çünki sən xadimə saxlamalısan. Sən yəni bu ərazi üzrə nəzarət eləməlisən bu evlərə. Hər check-outdan, check-indən sonra özün bir ünsiyyət olmalıdır. Yəni bu da bir işdir. Elə deyil ki, öz-özünə gedir. Məncə kvadratlar optimallaşmalıdır. Yəni Azərbaycanda əgər bir otaq 70, 2 otaq 100, 3 otaq 130 nəzəriyyəsi varsa, bir otaq niyə də 35 olmasın ki? Əgər biz Həyat Regency'də kifayət qədər nüfuzlu mehmanxana şəbəkəsində 18 kvadratda 100 dollara, 150 dollara adam qalırsa, Marriott Boulevard oteldə 100-150 dollara insan 18-22 kvadratda qalırsa, niyə 35 kvadrat bir otaqlı ev olmasın ki, sənin kimi də bir gənc getsin onu daxili kredit şərti ilə və ya nə eləsə götürsün
və sonra başlasın yavaş-yavaş öz yuvasını genişləndirməyə. Niyə 2 otaqlı ev 50 kvadrat olmasın ki? Studiya formatındakı mətbəxlə bu bir. 1+1 formatı. Bəli, niyə 3 otaqlı ev 80 kvadrat olmasın? Ducun əlindən alınan Moskva mənzili kimi. Çünki kvadratların optimallaşması var. Biz Seulda, Koreyada inkişaf eləmiş ölkədə, ona görə nümunəni mən Cənubi Koreyadan götürürəm. Koreya musiqisi, Koreya maşınları, Koreya telefonları, Koreya kosmetikası, yəni iqtisadi möcüzə göstərə bilən adamdır. Və Koreyada bugünkü gün sən 22 kvadrat ev ala bilərsənsə, optimallaşmadır da. Əgər qiymət bahadırsa, əgər yer bahadırsa, əgər bizim reallıqda 1 kvadrat 5000 manata gəlib çıxırsa, icazə verin mən 30 kvadratlıq ev alım da. Yəni bu məsələ var. Gənclik Parkında çox qəşəng bir ev tikilir. Bakıda möhtəşəm və arzulanan evlərdən biridir bu layihə. Oranı katlavanı qazılanda 3500-4000 manata ev almaq olardı. Hələ katlavan o ilk qazıntı işlərində də. Mən maraqlandım, dedilər 1 otaq 70 kvadratdır. Mənim o parkdan çox xoşum gəlir. Mən orada gəzmək istəyirəm, dolanmaq istəyirəm. Ağşəhərdən xoşum gəlmir. Nə bilim, şəhərin elə bir yeri yoxdur ki, bu Təfəkkür Universitetinin yanı Zavaqzalni, Çapayevdən xoşum gəlmir, sıxlıqdır, gəzinti yerləri yoxdur. Bakıda bir dənə mənim xoşuma gələn layihə var idi. Təzə park açılıb ha, Təfəkkür Universitetinin yanında bu arada. Yox, bildim, mən dediyim o antenalar var idi. Sovetlər dönəmində İrandan gələn o radio tezlikləri söndürmək üçün də texnoloji inkişaf ona gətirib ki, o boyda ərazidə o antenalara ehtiyac yox idi. Oranı gözəl park elədilər və aşağı mərtəbəli möhtəşəm bir binalar olacaq. Çox istəyirdim, mənim arzum idi orada 1 otaqlı ev alım ki, tək yaşayıram, rahat gəzdim, dolandım, gəldim özüm üçün nəsə bişirdim, özümlə vaxt keçirdim. Qardaşım, bugünkü gün, deyəsən, axırıncı mən maraqlananda 7000 manat idi. 490 bin manata təmirsiz 1 otaqlı ev, üstəlik 110 minlə onun təmirini götürsən ən azı, 600 minə mən Gənclik Parkında 70 kvadratda niyə yaşayayım? 600 min ciddi bir rəqəmdir və bunu mən hardan alım? Bu məsələdir. Ona görə məncə qiymətlər şişirdilib, realistik deyil və qarşıdan gələn bu dünya krizisinin dalğası nəticəsində bu yaxşı yaşamağa örgəşən adamlar var, varlılar. Onlar pullarını daşınmaz əmlakda saxlayıblar. Əvvəlki qazancı olmayandan sonra başlayacaq daşınmaz əmlakı çıxardacaq. Katlavan 5 idi, hə, sat 5500-də. Görür satılmır. Deyəcək 4-5-ə sal, görür satılmır. Deyəcək 4-ə sal. Sonra 3-ə satanda artıq bazar tarazlanıb, bazar artıq onu yeyəndə ki, hə, bu 3000-ə yaxşıdır. Onda yalnız biz real qiymətləri görəcəyik. Bugün qiymətlər şişirdilib.